Salam, hər vaxtınız xeyir olsun. Dünən mən qrupda söz verdim ki, İvan Pavlov və İvan Seçenovun işləri ilə bağlı, həmçinin də reflekslərlə bağlı videolar çəkib yerləşdirəcəkdim. Amma dünən edə bilmədim, indi çalışacağam o işi bugün yerinə yetirim. Bu, hər iki alimin işlərini yaşadığı dövrlərlə istifadə etdikləri metodlarla bağlı belə bir cədvəl var. Baxaq cədvələ, Pavlov görürük ki, Seçenovdan daha sonra yaşamışdır və Pavlov Seçenovun işlərini davam etdirmişdir. Sonra bunların məşhur işlərindən ən məşhur işi Pavlovun şərtli refleksləri öyrənmişdir. İtlər üzərində məşhur o təcrübələrdə. Amma Seçenov isə mərkəzi tormozlama hadisəsini qurbağalar üzərində öyrənmişdi. Və indi bunların işlərinə keçməmişdən öncə deməli birinci Seçenovun işlərindən istəyirəm danışam. Ümumiyyətlə Seçenova qədər ümumiyyətlə reflekslərin sadəcə qıcığa cavab vermə kimi görürdülər. Yəni mərkəzi sinir sistemində oyanma ola biləcəyini bilirdilər, amma tormozlanma ola biləcəyini bilmirdilər. Hər hansı bir refleksə cavab verilmədikdə düşünürdülər ki, orqanizmdə ya yorğunluq var, ya da əzəli zəiflik var. Amma Seçenov göstərdi ki, yəni reflekslər beynin müxtəlif şöbələrində tormozlana bilərlər. O, deməli, tədqiqat obyekti olaraq qurbağanı seçmişdi və qurbağa üzərində təcrübələr aparmışdı. Qurbağalar üzərində apardığı təcrübədə belə bir burada şəkil görürük. Qurbağanın ayağını turşuya salıb və birinci şəkildə görürük ki, qurbağa öz ayağını turşudan deməli çəkib çıxardır. Amma ikinci şəkildə qurbağanın ayağı turşuda qalıb və yəni heç bir reaksiya vermir. Buradan görünür ki, burada bir tormozlanma var. Demək, tormozlanmanın səbəbi nədir? Tormozlanmanın Seçenov deyir ki, əgər optik təpəciklər refleks yollarından gələn, yəni qurbağa beynində olan optik təpəciklər refleks yollarından gələn siqnalları idarə edirsə, mən həmin optik təpəciklərə natrium kloridlə təsir edərək, yəni orada bir tormozlanma yarada bilərəm. Demək, o natrium klorid məhlulunu həmin optik təpəciklərə belə deyim ki, yerləşdirmişdim. Və bundan sonra artıq təcrübənin ikinci mərhələsində qurbanın ayağının turşu məhlulundan, indi burada sulfat turşusu da, hansı başqa bir turşu da ola bilərdi, turşu məhlulundan çəkmədiyini müşahidə etmişdilər. Görüblər ki, təcrübənin ikinci mərhələsində qurbağa öz ayağını turşu məhlulundan çəkməyib. Səbəb nə idi? Çünki optik təpəciklərə natrium klorid məhlulu ilə təsir etdikdə, natrium klorid məhlulu həmin optik təpəciklərdə demək bir sakitləşmə yaratmışdı və artıq deməli optik təpəciklərdən sonra siqnalın ötürülməli olduğu onurğa beynindən siqnal ya ümumiyyətlə ötürülməmişdi, ya da çox zəif bir şəkildə ötürülmüşdü. Bu səbəbdən yəni qurbağada refleksdə bir cavab yaranmamışdı. Yəni öz ayağını turşu məhlulundan çəkib çıxartmamışdı. Və bununla da demək Seçenov reflekslərin tormozlana biləcəyini də belə bir təcrübə ilə sübut etmişdi. Ümumiyyətlə demək Seçenovun başqa bir demək xidmətləri də biz bilirik ki, ümumiyyətlə o refleksləri 3 sahəyə bölmüşdü, 3 daha doğrusu mərhələyə bölmüşdü. Birinci mərhələ nə idi? Duyğu orqanlarında əmələ gələn oyanma idi. Reseptor sahədə və yaxud da əmələ gələn oyanma idi. İkinci isə mərkəzdə gedən oyanma tormozlanma nəticəsində insanda yaranan hissiyat və qavrayış idi. Üçüncüdə isə insanın davranışı idi. Yəni, hər hansı bir qıcıq qəbul olunur. Beyindən həmin qıcığa qarşı bir oyanma yaranır, bir qavrayış yaranır. Sonra isə insan həmin qıcığa görə hər hansı bir cavab verir. Ümumiyyətlə, canlı hər hansı bir cavab verir. Yəni, bu mərhələlərə, bu 3 mərhələni Seçenov vermişdir. İndi gəlin, bir də biz Pavlovun işləri ilə tanış olaq. Pavlov refleksləri şərti və şərtsiz reflekslər olmaqla bölmüşdür. Şərtsiz reflekslər, anadan gəlmə reflekslər, şərtli reflekslər isə sonradan qazanılmış reflekslər idi. Demək, bunlara deməli, anadan gəlmə reflekslər, şərti, daha doğrusu şərtsiz, bir də həyatda qazanılan reflekslər. Anadan gəlmə reflekslərdən, deməli, şərtsiz reflekslər adlandırmışdı. Hansı reflekslər idi? 4 refleks var idi orada. Cinsiyyət reflekslər, hansı ki, çoxalma ilə bağlı olan reflekslər idi. Qidalanma refleksləri, tutaq ki, əmmə, nə bilim, udma,
sonra ağız suyu ifrazı və s. mədə şirəsi ifrazı, bunlar anadan gəlmə qida refleksləri idi. Müdafiə refleksləri öskürmə, asqırma, sonra məsələn göz qırpma və s. bunun kimi refleksləri idi. Sonra bir də var idi orada səmt refleksləri. Hansı ki onu bu nədir adlandırmışdı? Səmt refleksləri. Bunlar anadan gəlmə reflekslərdir. Yəni bunu insan belə deyim ki, doğulduğu andan bu reflekslər onunla mövcud olur. Amma bir dəfə şərti reflekslər. Şərti reflekslər bunlar həyatı boyunca insanın qazandığı reflekslərdir. Hər hansı bir yeni qıcığa qarşı insanın qazandığı reflekslərdir. Şərtsiz reflekslər daimidir. Məsələn, insan tutaq ki, udma refleksi. Bu insanda bütün ömrü boyu mövcud olur. Və yaxud da ki, asqırma, öskürmə refleksləri. Yəni insanda bütün ömrü boyu mövcud olur. Amma şərti reflekslər müvəqqəti xarakterlidir. Yəni itə bilər və yenisi yarana bilər insan orqanizmində. Sonra şərtsiz reflekslər irsən ötürülür. Növün bütün fərdlərində eynidir. Ötürülü gedir. Amma şərti reflekslər irsən ötürülmür. Fərdi xarakter daşımır. Hər kəs üçün eyni deyil. Sonra refleks göstəri şərtsiz reflekslərdə onurğa beynindən keçir. Daha doğrusu onurğa beynindən beyin kötüyündən keçir. Kötük də hansı hissələrdən ibarət idi? Orta beyin, uzunsov beyin və körpüdən ibarət idi. Amma şərti reflekslər qabıqdan keçir hökmən. Yəni qabıqdan keçməlidir bu. Şərti reflekslər demək həyat boyu qazanılaraq insanı həyatın dəyişən şəraitinə uyğunlaşır. Yəni həyatın dəyişən şəraitinə şərti reflekslər bizi uyğunlaşdırmasa, bizim sağ qalma imkanımız yəni çətinləşir. Bu cədvəl verildi bizə. İndi gəlin deməli Pavlovun itlər üzərində apardığı təcrübəni də bir nəzərdən keçirək. Pavlovun itlər üzərində apardığı belə bir təcrübə var. Demək, itə burada yemək verməklə və eyni zamanda işığı yandırmaqla o bəzi təcrübələr aparır və təcrübənin ilk mərhələsindən başlayaraq gəlin biz də bu təcrübəni nəzərdən keçirək. Baxaq, təcrübənin birinci mərhələsində onu deyim ki, birinci burada fistula var və fistula ağız boşluğuna qoyulub. Yəni orada biz ağız suyunun ifraz olunduğunu görürük. Gəlin hissələrlə tanış olaq. Bir, dilin reseptorlarıdır, dil üzərində olan reseptorlar. 2, ağız suyu ifraz edən mərkəzdir. 4, 3 daha doğrusu ağız suyu vəssidir. Ağız suyu vəssidir. 4, böyük beyin yarımkürələrinin deməli qida mərkəzidir. Bir də burada bu hissə var ki, burada da görmə mərkəzidir. 5-ci hissə görmə mərkəzidir. Aha. Birinci şəkildə görürük ki, itin qarşısında yemək var. İt yeməyi yeyir. Və onda hansı hissələr oyanıb? Baxaq. Deməli, oyanma ağız suyu ifrazı mərkəzində var və yarımkürələrin qida mərkəzində var. Bəli, qida mərkəzində qidanın təsirindən oyanma var və qida mərkəzindən oyanma var. Eyni zamanda ağız suyu ifrazı mərkəzində də oyanma var. Ağız suyu vəzlərinə demək təsir göstərilir, ağız suyu ifraz olunur. Bu qidanın təsiri iləndir. İkinci şəkildə görürük ki, itin qarşısında lampa yanır. Sadəcə görmə mərkəzində oyanma var, işığı qəbul edən hissədə və ağız suyu da ifraz olunmur. Lampanın yanması burada təsirsiz qıcıqlandırıcıdır, təsirsiz. Yəni itə bunun heç bir təsiri yoxdur. İtdə daha doğrusu ağız suyu ifrazına heç bir təsiri yoxdur. Təsirsiz qıcıqlandırıcıdır. Üçüncü şəkildə biz görürük ki, lampa yanır, itin qarşısında qida var. Hər üç mərkəzdə demək oyanma var və ağız suyu ifraz olunur. Buradan deməli nə əldə edirik? İtə yemək gəlir. Hər dəfə itə yemək gələndə işıq yandırılır. Və təcrübə aparılarkən bu proses, bu təkrarlanma 12 dəfə olur. 12 dəfə itə yemək gəlməmişdən öncə lampanı yandırırlar. Və bu lampanın yanmasından nə qədər belə deyimiz ki, sonra nə qədər bu tez baş versə yeməyin gəlməsi, bu refleksin yaranması üçün bir o qədər demək əlverişli olacaq.
Yəni lampa yandıqdan yemək gəlməsi bir qədər gec baş verərsə, daha da gec baş verdikcə refleksin yaranması bir o qədər çətin olacaqdır. Aha. Demək, biz burada görürük ki, refleksin demək yaranması o zaman oldu ki, dedik, lampa yanır və dərhal dalıca itə yemək gəlir. Və artıq bu təkrarlandıqdan sonra biz dördüncü şəkildə görürük ki, lampa yanır, itin qarşısında yemək olmadığı halda itdən ağız suyu ifraz olunur. Aha, artıq buradan demək, nə baş verib? Burada artıq itdə şərti refleksi yaranıb. Şərti refleksi yaranır. Şərti refleks burada ona görə yaranıb ki, artıq itin şəkildən də görürük ki, demək, görmə mərkəzi ilə 5-ci sahə ilə 4-cü sahə qida mərkəzi arasında burada bir 6 ilə işarə olunmuş müvəqqəti körpü yaranıb. Həmin müvəqqəti körpünün yaranması nəticəsində artıq itin qarşısında yemək olmadığı halda belə itdən ağız suyu ifrazı baş verib. Aha, burada artıq bir də qıcıqlandırıcıları biz nəzərdən keçirək. Deməli, burada qida olacaq. Şərtsiz qıcıqlandırıcı. Qida olacaq şərtsiz qıcıqlandırıcı və lampa isə artıq refleksin 4-cü mərhələsində şərti qıcıqlandırıcı olacaq. Şərti qıcıqlandırıcı. Bir daha üstündən keçək bu hissənin qısaca. Deməli, birinci şəkildə gördük ki, demək, qida mərkəzində və uzun sohbeyin ağız suyu ifrazı mərkəzində oyanma var. Ağız suyu vəzlərində ağız suyu ifrazı olunur. Demək, işıq yanmır. Buradan şərtsiz qida refleksini biz görürük. İkinci hissədə işıq yanır, qida yoxdur. Sadəcə görmə mərkəzində oyanma var. İşıq burada təsirsiz qıcıqlandırıcıdır. Üçüncü şəkildə görürük ki, hər üç mərkəzdə oyanma var. Həm işıq yanır, həm qida var qarşısında və itdə ağız suyu ifraz olunur. Çünki demək, uzun sohbeyin ağız suyu ifrazı mərkəzindən ağız suyuna biz demək, impuls gəldiyini görürük. Və dördüncü şəkildə də qida olmadığı halda, yəni şərtsiz qida refleksi olmadığı halda artıq burada işığın yanması ilə itdə ağız suyu ifraz olunur. Səbəb nədir? Artıq burada şərti refleksi yaranıb. Şərti refleks niyə yarandı? Çünki burada biz həm təsirsiz qıcıqlandırıcı, həm də şərtsiz qıcıqlandırıcının ikisinin birlikdə təsiri ilə, demək, ikisinin birlikdə təsirini gördük. Bu da yəni şərti refleksin yaranmasına səbəb oldu. Biz burada bir də 6-cı hissəni, yəni müvəqqəti körpünü qeyd etdik. Müvəqqəti körpünün də yaranmasının səbəbi, yəni həmin 4-cü və 6-cı hissələr arasında, yəni qida mərkəzi ilə görmə mərkəzi arasında tez-tez deməli impulsun keçişi üçün idi ki, bu müvəqqəti körpü yaranmışdı. Belə bu hissə haqqında bu qədər. İndi keçək refleksin tormozlanması haqqında danışaq. Refleksin tormozlanmasının iki yolu var. Şərtsiz tormozlanma və yaxud da ki, xarici tormozlanma, bir də ki, daxili və ya şərtli tormozlanma. Əgər refleksin tormozlanması refleksin öz daxilində olan hər hansı bir amilin səbəbindən olarsa, bu olacaq daxili tormozlanma. Məsələn, tutaq ki, elə bu yuxarıdakı təcrübədən qayıdaq. Bir qədər sonra artıq ola bilsin ki, təcrübənin davamında, yəni ola bilsin yox, təcrübənin davamında belə olur. İtə artıq yemək gəlməyi saxlanılır və it demək, hər dəfə işıq yananda onda ağız suyu ifraz olunur. Hər dəfə işıq yanır, ağız suyu ifraz olunur, amma qida verilmir. Qida verilmir və bir müddətdən sonra artıq bu refleks tormozlanacaq. Bu cür tormozlanma artıq olur daxili tormozlanma. Daxili tormozlanma o səbəbdən oldu ki, refleksin öz daxilində olan demək, bir demək, ardıcıllıq pozuldu. İşıq yandı, amma yemək gəlmədi. İşıq yandı, yemək gəlmədi. Bu oldu daxili tormozlanma. Və yaxud da ki, başqa sözlə şərti tormozlanma. Bir də var, şərtsiz və ya xarici tormozlanma. Həmin bu şəkildə, yenə də elə bu şəkildə deyək, itə bir demək, yemək qoyulub qarşısına, amma buradakı qıcıqdan daha güclü olan bir qıcığın təsirindən. Məsələn, hər hansı bir səsin təsirindən ola bilər bu. Demək, refleks demək dayanır. Refleks tormozlanır onda itdə. Artıq itdə ağız suyu ifraz olunmur. Belə. Yəni səbəb nədir orada? İndi onda deyək, səmt refleksi. Səmt refleksidir. Artıq uzaqdan bir səs eşidir. Səmt refleksi yaranır və itdə yaranan səmt refleksi ağız suyu ifrazı refleksindən daha güclü olduğuna görə ağız suyu ifrazı kəsilir. Belə. Bu da oldu refleksin xarici tormozlanması.
İndi gəlin bir də refleksin ardıcıllığını biz nəzərə yetirək. Yəni refleks görsündə bir dəqiqə. Gəlin burada bir də biz sadə və mürəkkəb reflekslərə baxaq. Sadə reflekslərlə mürəkkəb reflekslərin fərqi nədir idi? Sadə reflekslərdə ara neyron iştirak etmirdi, mürəkkəb reflekslərdə isə ara neyron iştirak edirdi. Əvvəlcə hər ikisinin keçdiyi yolu nəzərdən keçirək. Hər ikisində birinci reseptor sahədir, ikinci hissi yoldur, 3 mərkəzdir, 4 hərəki yoldur, 5 isə demək işçi orqandır. İndi onları bildiyimizə görə onların üzərindən çox dayanmayacağam. Əsas burada hansı neyronun hansı hissələri iştirak edir, mərkəzdə nə var, periferiyada nə var, istəyirəm onları deyim. Sadə refleks görsündə, sadə refleksdə. Demək, başlayır refleks reseptor sahə ilə. Reseptor sahədə məlumat ötürülür. Hissi neyronun dendritinə. Oradan məlumat hissinin cisminə ötürülür. Oradansa məlumat ötürülür hissinin aksonuna. Hissinin aksonu daxil olur mərkəzə. Sadə refleks göstərici olduğuna görə mərkəzdə ara neyron yazmırıq. Hissinin aksonunda məlumat ötürülür mərkəzdə hərəkinin dendritinə. O da ötürür məlumatı hərəkinin cisminə. O da məlumatı ötürür hərəkinin aksonuna. Və bu da ötürür işçi orqana. Burada indi gəlin baxaq, hansı hissələrdə, demək, mərkəzdə də, hansı hissələr periferiyadadır. Hissinin dendriti və hissinin cismi, bunlar demək, sadəcə periferiyadadır. Hərəkinin dendriti və hərəkinin cismi, bunlar sadəcə mərkəzdədir. Amma hissinin aksonu ilə hərəkinin aksonu həm periferiyada ola bilər, həm də mərkəzdə ola bilər. Belə ki, hissinin aksonu periferiyada məlumatı daxil edir mərkəzə. Hərəkinin aksonu isə mərkəzdən məlumatı periferiyaya ötürür. Ona görə bunlar həm mərkəzdə ola bilər, həm də periferiyada ola bilirlər. Gəlin bir də mürəkkəb refleks görsündə buna baxaq. Yenə də reseptor sahədən ötürüldü məlumat. Hissinin bir dəqiqə. Mürəkkəb refleks üçün yazanda həmin hissələri olur. Hissinin dendriti, hissinin cismi, hissinin aksonu və buradan məlumat ötürülür. Hara? Məlumat ötürülür aranın cismi, üzr istəyirəm, dendriti, aranın cismi və aranın aksonu. Aranın aksonundan isə məlumat ötürülür hərəkinin dendriti, hərəkinin cismi və hərəkinin aksonu. Buradan da yalnız periferiyada olan və digər hissələrdə olan yerləri deyək. Məsələn, başlayaq elə sadəcə periferiyada olan hissə ilə hissinin dendriti, hissinin dendriti və hissinin cismi. Bunlar sadəcə periferiyadadır. Sadəcə periferiyada. Yəni məlumatı hissinin dendriti alır reseptor sahədən, ötürür hissinin cisminə, o da ötürür hissinin aksonuna. Hissinin aksonu, ya da onu sonra deyim, ən yaxşısı keçim, indi bir də mərkəzdə olanlar deyim, sadəcə mərkəzdə olanlar. Sadəcə mərkəzdə olanlar isə hansılardır? Baxaq. Aranın dendriti, cismi, aksonu. O sadəcə mərkəzdədir. Sonra hərəkinin dendriti və hərəkinin cismi. Deməli, aranın dendriti, aranın cismi, aranın aksonu. Hərəkinin dendriti və hərəkinin cismi. Bu 5 hissə sadəcə mərkəzdədir.
Bir də baxaq. Həm mərkəzdə olanlar, həm də periferiyada olanlar isə hissinin aksonudur. Bir də hərəkinin aksonudur. Bu iki hissə həm periferiyadadır, həm də mərkəzdədir. Belə ki, hissinin dendritindən ötürülən məlumat hissinin cisminə, oradan da hissinin aksonuna verilmişdir. Hissinin aksonu məlumatı periferiyada hissinin cismindən aldı və mərkəzə gətirdi. Mərkəzdə də ara neyrona verdi. Deməli, həm bu periferiyadadır, həm də mərkəzdədir. Eləcə də hərəkinin aksonu. Məlumatı mərkəzdə hərəkinin cismindən aldı, periferiyaya gətirdi və periferiyada isə verdi işçi orqana. Deməli, bu da həm mərkəzdədir, həm də periferiyadadır. Ümid edirəm ki, bu hissələr aydın olar hər biriniz üçün.